Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bu gün mən sizə 9-cu sinif ümumi tarixin birinci paraqrafı olan ABŞ mövzusunu izah eləyəcəm. Əvvəlki dərsliklərdən biz ABŞ deyə müraciət eləyirdik, amma yeni dərsliklərdə ABŞ kimi verilir. Ona görə də mən də bu cür müraciət eləyirəm. Dərslərimizlə bağlı maraqlanmaq istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər. 051 942 40 49. ABŞ mövzusu ümumiyyətcə çox maraqlı, çox vacib mövzulardan biridir. Gəlin ilk slaydımızla, ilk başlığımızla mövzumuza daxil olaq. 19-cu əsrin ümumiyyətcə ABŞ mövzusunun 19-cu əsrin əvvəllərindən 20-ci əsrin əvvəllərinə qədər ki olan dövrünü izah eləyəcəm. 19-cu əsrin birinci yarısında ABŞ-nin inkişafının əsas səbəbləri nə idi? Ümumiyyətcə ABŞ yaranan vaxtdan, yəni 1776-cı ildən sonra ABŞ-nin qarşısında əsas iki məqsəd dayanırdı. Ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq və ABŞ-nin müstəqilliyini daha da möhkəmləndirmək. Bəs ABŞ buna necə nail olur? Gəlin baxaq, hərbi xərclərin azlığı, faydalı qazıntılarla zənginliyi, qitədə rəqibinin olmaması və müharibələrdən kənarda qalması ABŞ-nin sürətli iqtisadi siyasi inkişafını təmin etmişdi. Gördüyünüz bu şəxs Thomas Jefferson dahi. Gəlin Thomas Jefferson haqqında kiçik bir maraqlı məlumata baxaq, ondan sonra mövzumuza davam edək. Thomas Jefferson ABŞ-ın İstiqlaliyyət bəyannaməsinin müəllifidir. İstiqlaliyyət bəyannaməsi bilirik ki, 1776-cı ilin iyulun 4-də verilmişdi və bununla da ABŞ-nin müstəqilliyi elan olunur. İlk dövlət katibi olmuşdu ABŞ-nin və üçüncü prezidenti olmuşdu. Deməli, üçüncü prezident və ilk dövlət katibi olmuşdu. Benjamin Franklindən sonra Fransada səfir vəzifəsində işləmişdi və 1803-cü ildə Luiziana ştatını Fransadan satın alaraq ABŞ-yə qatmışdı. Bu, Thomas Jeffersonun fəaliyyətini daha da genişləndirir və onun ölkədə nüfuzunu daha da artırır. Yəni, dinc yolla ABŞ-nin ərazisini genişləndirmişdi. Ola bilsin ki, Thomas Jefferson Fransada səfir vəzifəsində işləyərkən yəni əlaqələri genişlənmiş və Luiziananı bu yolla da ölkəsinə qata bilmişdi. Thomas Jefferson həmçinin ABŞ-nin Rushmore dağında şəkili əks olunan 4 ABŞ prezidentindən biridir və həmçinin də tarixdə öyrənilmiş 100 ən dahi şəxsiyyətlər sırasına daxil olmuşdu. Gəlin baxaq görək, dahi Thomas Jefferson hakimiyyəti illərində nələr baş vermişdi. Thomas Jefferson hakimiyyət illəri 1801-1809-cu illəri əhatə eləyir və Thomas Jefferson da hakimiyyət illərində islahatlar aparılır. Bu islahatlara gəlin birlikdə nəzər salaq. Deməli, Thomas Jeffersonun tədbirləri. Seçkilərdə əmlak senzi ləğv olunur. Bu nə deməkdir? Yəni, seçkilərdə iştirak etmək üçün, yəni həm seçmək üçün, həm seçilmək üçün müəyyən əmlaka malik olmalı idin. Və həmçinin bu adlanır əmlak senzi. Yaş senzi də qeyd olunur. Yaş senzi nədir? Yəni, iştirak etmək üçün müəyyən yaş olmalıdır. Seçkilərdə əmlak senzini ləğv eləyir. Bu, deməli, Thomas Jefferson qərbdəki boş torpaqlarda məskunlaşmağa icazə verir. Lakin Thomas Jefferson nə qədər çalışsa da ABŞ-də köləliyi, quldarlığı ləğv eləyə bilməmişdi. Amma buna baxmayaraq kölə axınını məhdudlaşdırmışdı. Kölə axını isə 1863-cü ildə Abraham Lincoln ləğv etmişdi. Onu da izah eləyəcəyik. Növbəti başlığımızla davam edirik. İngiltərə ilə münasibətlərin gərginliyinin səbəbləri. Deməli, Fransaya ərzaq daşıyan ticarət gəmiləri, yəni İngiltərəyə məxsus ticarət gəmilərinin Fransa tərəfindən müsadirə olunması iki ölkə arasında müharibəyə səbəb olur və ABŞ də İngiltərə və Fransa arasında gedən müharibədən istifadə etmək qərarına gəlir və bu da gətirir 1812-1814-cü illəri əhatə eləyən İkinci İstiqlaliyyət müharibəsinə səbəb olur. Baxın, burada qeyd etmişik, İkinci İstiqlaliyyət müharibəsi. Birinci İstiqlaliyyət müharibəsinə vaxt olmuşdu 1775-ci ildən 1783-cü ilə qədər ki, burada ABŞ-nin müstəqilliyi, deməli, İstiqlaliyyət bəyannaməsinin elan olunması ilə 1776-cı ildə ABŞ-nin müstəqilliyi elan olunur
Həmçinin də 1783-cü ildə Parisdə deməli keçirilən deməli iclasda ABŞ-nin müstəqilliyi Fransa tərəfindən də tanınır. Səbəblərə baxaq. İkinci İstiqlaliyyət müharibəsinin səbəbləri nə idi? ABŞ Kanadanı ələ keçirmək istəyirdi. İngiltərə isə keçmiş müstəmləkələrini geri qaytarmaq istəyirdi. Bunlar arasında bu müharibənin səbəbləri gətirir İkinci İstiqlaliyyət müharibəsinə çıxarır. Davam edirik. Deməli, İkinci İstiqlaliyyət müharibəsi ümumiyyətcə nəticəsiz başa çatır. Yəni tərəflərdən heç biri öz istəyinə nail ola bilmir. Və ümumiyyətcə müharibə başlamışdı 1812-ci ildə ABŞ-nin Kanadaya ordu yeritməsi ilə başlamışdı. Amma müharibə nəticəsiz başa çatır və 1814-cü ildə Gent müqaviləsi ilə imzalanır. Burada yazmışıq əvvəlki vəziyyət, yəni müharibədən əvvəlki vəziyyət bərpa olunur. Yəni ABŞ Kanadanı işğal etmək istəyirdi. Bu iddiasından əl çəkir. İngiltərə isə ABŞ-də olan keçmiş müstəmləkələrini geri qaytarmaq istəyirdi. İngiltərə də bu istəyindən əl çəkir və müharibədə əvvəlki vəziyyət bərpa olunur. Davam edirik növbəti başlığımızla. ABŞ-ni zəiflədən səbəb yazmışıq. ABŞ-ni zəiflədən səbəb quldarlıq. Biz qeyd elədik ki, Thomas Jefferson müəyyən islahatlar keçirir, amma quldarlığı ləğv eləyə bilmir, amma ölkəyə kölə axınının gətirilməsini məhdudlaşdırılır. Yəni kölə axını qadağan olunur. ABŞ-də quldarlıq münasibətləri vardı. Daha doğrusu şimal ştatlarında quldarlıq ləğv olunmuşdu. Cənub ştatlarında isə quldarlıq saxlanılmışdı, qalmışdı və bu da ABŞ-nin inkişafına mane olurdu. Və 1860-cı ildə Abraham Lincoln hakimiyyətə gəlir. Lincoln 1860-65-ci illərdə hakimiyyətdə olmuşdu və Lincoln'ın deməli Respublikaçılar partiyasından hakimiyyətə gəlməsi Cənub ştatlarının narazılığına səbəb olur. Niyə narazılığına səbəb olur? Çünki Cənub ştatları deməli Respublikaçılar partiyası quldarlığın ləğv olunmasının tərəfdarı olanların birləşdiyi bir qurum idi və Lincoln'un da həmin partiyadan hakimiyyətə gəlməsi artıq Cənub ştatlarında narazılığa səbəb olur. Narazılığa səbəb olur çünki Respublikaçılar partiyası quldarlığın ləğvinin tərəfdarı idilər və dediyim kimi Lincoln'un da həmin partiyadan hakimiyyətə gəlməsi Cənub ştatlarında böyük bir narazılığa, böyük bir həyəcana səbəb olur və beləliklə də Cənub ştatları deməli, ölkədən ayrılaraq ayrıca bir konfederasiya yaradırlar və beləliklə də ABŞ-də iki hakimiyyətlik yaranır. Yəni bir tərəfdən Lincoln'un hakimiyyəti, digər tərəfdən isə ölkəyə, yəni prezidentə qarşı çıxan Cənub ştatlarının yaratdığı konfederasiya. Konfederasiya nədir? Burada qeyd etmişik. Konfederasiya latın sözü olub suverenliklərini mühafizə etmək üçün dövlətin bu və digər məqsədlə müvəqqəti olaraq birləşdiyi çox da möhkəm olmayan birlik deməkdir. Konfederasiyada deməli Cənub ştatları birləşirlər və ümumiyyətcə vətəndaş müharibəsi əhatə eləyir, ümumilikdə əhatə eləyir 1861-1865-ci illəri. Deməli, qeyd eləyək burada vətəndaş müharibəsi 1861-1865-ci illəri. Bu vətəndaş müharibəsinin ümumilikdə dövrüdür. Amma vətəndaş müharibəsinin dövrü də iki hissəyə bölünür. 1861-62-ci illəri əhatə edən birinci dövrü. Bu dövrdə Cənub ştatları üstünlük qazanırlar. Niyə? Çünki İngiltərə və Fransa Cənub ştatlarına dəstək olurdular. İkinci hissəsi isə Şimal ştatlarının tam şəkildə qələbəsi ilə başa çatır. Və artıq belə deyək də narazılıqlar baş qaldırmağa başlayır və Lincoln da buna cavab olaraq bəzi tədbirlər görür. Onu da qeyd edeyim ki, Cənub ştatları ki, konfederasiya yaradırlar. Onlar ayrıca konfederasiya yaradanda Abraham Lincoln onları qiyamçılar adlandırır və onlara qarşı mübarizəyə başlayır. Təbii ki, Lincoln burada haqlı idi. Lincoln'un islahatlarına baxaq. Deməli, 1862-ci ildə homesteadlər haqqında qanun verilir. Qanuna görə torpağı becərmək istəyən hər bir Amerikalıya 65 hektar torpaq verilirdi.
Amma bu torpaqlarda qul əməyindən istifadə qadağan olunmuşdu və digər bir islahatda isə 1863-cü ildə köləlik, yəni quldarlıq ləğv olunur. Bax, bu aparılan islahatlar, yəni 62-ci ildə verilən bu islahat, sonra 63-cü ildə köləliyin ləğv olunması səbəb olur ki, Cənub ştatlarından da bir sıra deməli insanlar şimal ştatlarına gəlməyə başlayırlar. Yəni onlar artıq baxırlar ki, burada islahatlar keçirilir, torpaqlar paylanılır, təsərrüfatı inkişaf edir. Ona görə də şimal ştatlarını üst tutmağa başlayırlar və beləliklə də müharibənin taleyi şimal ştatlarına deməli, müharibənin taleyi şimal ştatlarının qələbəsinə səbəb olur. Aha, burada qeyd etmişik, islahatların nəticəsi şimal ştatları qələbə qazandılar. Deməli, burada bu şəkilə də baxaq. Deməli, ABŞ və İngiltərə arasında müqavilənin imzalanması, yəni söhbət gedir Gent müqaviləsindən. Müqavilə imzalanır, müharibədən əvvəlki vəziyyət bərpa olunur. Davam edirik. Aha, müharibənin nəticəsi. Dedik, müharibə şimal ştatlarının qələbəsi ilə başa çatır və müharibənin ən böyük nəticəsi nə oldu? Ölkənin ərazi bütövlüyü bərpa olundu. Ölkənin ərazi bütövlüyü bərpa olundu. Dedik, axı Cənub ştatları ayrılaraq ayrıca konfederasiya yaratmışdılar və ölkədə iki hakimiyyətliyə son qoyuldu. Bunlar nə vaxt baş verdi? 1861-ci ildə. Deməli, 1861-ci ildə, üzr istəyirəm, 1865-ci ildə baş verdi. İslahatlar sonra, deməli, amma Lincoln, gördüyünüz bu dahi şəxsiyyət, Lincoln, belə deyək də, o müharibənin tam qələbəsini hələ bayram eləyə bilməmiş, 1865-ci ildə kinoteatrda sui-qəsdə məruz qalır və həyatını itirir. Avram Lincoln haqqında əlavə məlumat almaq istəsəniz, internetdə araşdırma apara bilərsiniz. Çox maraqlı, çox dəqiq məlumatlar verilmişdir. Xüsusilə də Lincoln'un oğlunun müəlliminə yazdığı məktubu həqiqətən çox möhtəşəm bir məlumatdır. 1866-cı ildə deməli, Afro-Amerikalıların hüquqları tanınır. Yəni, qaradərilər ağlarla birlikdə mülki və siyasi hüquqlar əldə eləyirlər. ABŞ-ın ərazisi 19-cu əsrin ikinci yarısında da genişlənməkdə davam eləyirdi. Bəzən testlərdə də rast gəlinir 19-cu əsrin birinci yarısı və 19-cu əsrin ikinci yarısında ABŞ-nin tarixindəki oxşarlıq ərazisini daha da genişləndirməsi. 1803-cü ildə Luiziyananı Fransadan aldı. Thomas Jefferson ərazisi burada genişlənir və 1867-ci ildə isə Alyaska satın alınır Rusiyadan $7,2 milyon və beləliklə də ABŞ-nin ərazisi daha da genişlənir. Alyaskanın satılması Rusiya tarixinin ən rüsvayedici bir tarixi kimi qeyd olunur. Çünki bunun səbəbi nə idi? Rusiya İngiltərə ilə müharibənin qarşısını, təhlükənin qarşısını almaq üçün Alyaskanı ABŞ-yə satır ki, yəni arasında İngiltərə ilə Rusiyanın arasında üçüncü bir ölkə yerləşdirilsin ki, bu ABŞ olsun və beləliklə də bu hücumun qarşısı müəyyən qədər alınsın. Və Alyaska hal-hazırda da ABŞ-nin ən inkişaf etmiş ərazilərindən biridir. 20-ci əsrin və onu da qeyd edeyim ki, Alyaskanı da 2-ci Aleksandr satmışdı. 20-ci əsrin əvvəllərindəki ABŞ tarixinə nəzər salaq, görək bizi burada nələr gözləyir. Deməli, ABŞ sənayedə birinci yerdə idi. Sənaye istehsalının həcminə görə birinci yerdə idi. Və burada 20-ci əsrin əvvəllərində iri inhisar birliyi olan trestlər yaranır. Trestlər nədir? Trestlər tərkibinə daxil olan müəssisələrin istehsal, satış, bəzən də hüquqi müstəqilliklərini itirdiyi bir inhisar formasıdır. Trestlər yaranır. İnhisar nədir? İstehsal, satış və xarici ticarətdən müstəsna hüquqa malik olmaq deməkdir. Davam edirik. İlk tresti, biz trestlərin adını çəkdik. İlk tresti John Rockefeller yaratmışdı. Standart oil trestidir. John Rockefeller standart oil tresti və 1900-1903-cü illərdə dünya iqtisadi böhranı baş verir. Yəni, ABŞ-də yaranır və bütün dünyanı demək olar ki,
əhatə eləyib, o cümlədən də Azərbaycan da o dövrdə deməli mənfi nəticələri olmuşdu. Dünya iqtisadi böhranı qeyd etdiyimiz kimi dünyanı əhatə etdiyinə görə belə adlandırılır və dünya iqtisadi böhranı dövründə ən mütərəqqi islahatları deməli Theodor Rooseveltlə Woodrow Wilson həyata keçirmişdi. Gəlin Rooseveltin dövrünə qısaca nəzər salaq. Theodor Roosevelt 1901-1909-cu illərdə hakimiyyətdə olmuşdu. Theodor Rooseveltin hakimiyyəti dövründə terroristlər əleyhinə qanunlar verilir. Yəni iri terroristlərin fəaliyyətinə dövlət nəzarəti gücləndirilir və böyük dəyənək siyasəti həyata keçirilir. Böyük dəyənək siyasəti nə idi? ABŞ-ın mövqeyini möhkəmləndirmək, dünyada və Avropada ABŞ-nin mövqeyini möhkəmləndirmək. Köhnə kitablarda böyük dəyənək siyasəti ilə bağlı belə bir cümlə verilirdi ki, Roosevelt deyirdi ki, ABŞ-nin əsas məqsədi beynəlxalq polis rolunu öz üzərinə götürməkdən ibarətdir. Beynəlxalq polis rolunu öz üzərinə götürməkdən ibarətdir. Həmçinin William Taftın da dövründə dollar diplomatiyası olub. William Taft da deyirdi ki, ABŞ-nin borcu beynəlxalq polis rolunu öz üzərinə götürməkdən ibarət. Yəni borc ver və həmin o Latin Amerikası ölkələrini özündən asılı vəziyyətə sal. Belə deyək də, William Taft bir qədər maralni, mülayim siyasətlə ABŞ mövqeyini möhkəmləndirirdi, amma Roosevelt biraz qətiyyət var ki, dəyənəklə ABŞ-nin mövqeyini möhkəmləndirirdi. Woodrow Wilsonun dövrünə baxaq. Woodrow Wilson 1913-1921-ci illərdə hakimiyyətdə olmuşdu. Bəzən dəstliklərdə 1912-də yazırlar, 13-də yazırlar. Bu nə ilə əlaqəlidir? 1912-ci ildə hakimiyyətə gəlir, vəzifənin icrasına isə 1913-cü ildə başlamışdı. Biz baxırıq ki, bəzən Thomas Jefferson da hakimiyyətini 1800-də yazırlar, 1801-də yazırlar. Aydındır ki, 1800-cü ildə hakimiyyətə gəlir, 1801-ci ildə isə vəzifəsinin icrasına başlayır. Woodrow Wilson bizim yadımıza nəyi salır? Bəli, düz tapdınız, 1918-ci ildə, 19-cu ildə deməli Paris konferansında AXC-nin müstəqilliyin de facto tanıyan ABŞ prezidenti olmuşdu ki, Topçubaşov Wilsonla görüşür və Demokratik Azərbaycan dövlətinin belə deyək də o sənədlərini Wilsona təqdim eləyir və nəticədə Azərbaycan de facto tanınır. Woodrow Wilson gömrük, bank, maliyyə sahəsində islahatlar aparır və iri insanlar üzərinə dövlət nəzarəti daha da artırır. Bu islahat, baxın, Rooseveltlə oxşar götürülə bilər. Bütün bu islahatlara görə Woodrow Wilsonun dövrü yeni demokratiya dövrü adlandırılır. Bu mövzu ilə bağlı mənim izahım bu qədər. Uğurlar hər birinizə.